Bismillahirrahmanirrahim. Günün bütün səs-küyü bitir. Siz hər şeyi bir kənara qoyub, dəstəmaz alaraq səccadənin üzərinə keçirsiniz. Məqsədiniz, kainatın yaradanı ilə baş-başa qalmaq, bir neçə dəqiqəlik də olsa dünyanın ağırlığından qurtulmaqdır. Əllərinizi qaldırır, Allahu Əkbər deyib dünyaya arxa çevirirsiniz. Fiziki bədəniniz tamamilə sakitdir, hərəkətsizdir və qibləyə yönəlib. Lakin o an dəhşətli bir paradoks baş verir. Bədəniniz sükunət içində olduğu halda zehninizdə qəfildən şiddətli bir fırtına qopur. İllərdə ağlınıza gəlməyən xatirələr, həll olunmamış işlər, sabahın qayğıları, insanların dediyi sözlər və hətta evdə itirdiyiniz kiçik bir əşyanın yeri belə eyni anda beyninizə hücum edir. Siz Allaha yönəldiyinizi düşünürsünüz, lakin bir də baxırsınız ki, beyniniz artıq sabahki bazar alışverişində və ya iş yerindəki bir mübahisənin içindədir. Səcdəyə getdiyinizdə özünüzdən soruşursunuz, mən neçənci rükətdəyəm? Niyə belə olur? Niyə saatlarla sosial şəbəkələrdə, televiziya qarşısında tam diqqətlə, heç nəyə yayınmadan otura bilən insan beyni, iş aləmlərin Rəbbi ilə danışmağa gəldikdə, cəmi bir neçə dəqiqə belə öz yerində dura bilmir? Bugün, bu dərin mənəvi səyahətimizdə hər birimizin yarası olan bu problemi, namazda diqqətin dağılmasını və zehni xaosu bütün incəlikləri ilə təhlil edəcəyik. İslamın mənəviyyatını, Peyğəmbərin sallallahu aleyhi və alihi və səlləmin müalicəsini və müasir elmin beynimiz haqqında kəşflərini birləşdirərək bu görünməz xəstəliyin şifrələrini qıracağıq. Əgər namazlarınızın ruhsuz bir hərəkətə çevrildiyini hiss edirsinizsə, indi dünyanı tamamilə susturun. Çünki bugün səccadənizdə itirdiyiniz o mütləq huzuru yenidən necə tapacağınızı kəşf edəcəksiniz. Namazda ağlın başqa yerlərə getməsi yeni bir problem deyil. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm bu mənəvi xəstəliyin kökünü çox dəqiq bir diaqnozla ifadə etmişdir. Xuşunun itirilməsi. Xuşu sadəcə bədənin hərəkətsiz durması deyil, xuşu qəlbin titrəməsi, ruhun o an kimin qarşısında dayandığını idrak etməsi və mütləq bir diqqətlə təslim olmasıdır. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm dövrünün insanlarını belə xəbərdar etmişdi. Bu ümmətdən ilk qaldırılacaq, yəni yox olacaq şey xuşudur. Elə bir zaman gələcək ki, böyük bir məscidə girəcəksən və orada xuşu içində namaz qılan tək bir nəfər belə görməyəcəksən. Bəs namazda bu diqqəti kim və necə oğurlayır? Səhabilər Peyğəmbərə eyni bu dərddən şikayət edərək dedilər, Ya Rəsulallah, şeytan mənimlə namazımın arasına girir və nə oxuduğumu mənə unutturur. Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm onlara bunun səbəbini açıqladı. Bu, Xinzəb adlı xüsusi bir şeytandır. Onun tək vəzifəsi namaz qılanın zehnini oğurlamaqdır. O gəlir və insana deyir, bunu xatırla, onu xatırla. Nəticədə insan necə namaz qıldığını bilməz. Burada diqqət etməli olduğumuz ən önəmli məqam budur. Oğru heç vaxt boş evə girməz. Əgər sizin namazınızda şeytan sizinlə mübarizə aparırsa, beyninizə fikirlər atırsa, bu o deməkdir ki, sizin namazınızda oğurlanmağa dəyər çox böyük bir xəzinə, bir nur var. Vəsvəsə əslində imanınızın olmağından deyil, qəlbinizdəki o dəyərli incinin varlığından xəbər verir. Lakin biz o xəzinənin qapılarını açıq qoyduğumuz üçün zehni xaos içəri asanlıqla daxil olur. Bu zehni dağınıqlığı yalnız mənəvi baxımdan deyil, müasir psixologiya və neyrobiyologiyanın pəncərəsindən təhlil etdikdə ortaya çox dəhşətli bir mənzərə çıxır. Müasir dünyada bizim beynimiz dayanmadan həddindən artıq stimullaşdırılır. Sürətli videolar, sosial şəbəkələrdən gələn bildirişlər, bitməyən informasiya axını beynimizi yüksək miqdarda dopamin, yəni həzz və mükafat hormonuna asılılığına salır. Beynimiz hər saniyə yeni, sürətli və rəngli bir məlumat almağa öyrəşib. Siz bütün gün bu yüksək sürətli informasiya ilə beyninizi qidalandırdıqdan sonra anidən səccadəyə keçirsiniz.
Namaz fiziki sükunət, sükut, təkrarlanan ritm və yavaşlıq tələb edir. Müasir elmin dili ilə desək, namaz asılı olmuş bir beyin üçün aşağı stimullaşdırma mühitidir. Beyniniz o an öyrəşdiyi rəngli və sürətli informasiyanı tapmadığı üçün panikaya düşür və öz-özünə məşğuliyyət yaratmağa başlayır. Şuuraltı olaraq keçmiş xatirələri, problemləri və həll edilməmiş işləri ekrana gətirərək öz ehtiyacı olan o səs-küyü təmin etməyə çalışır. Yəni, namazda ağlınıza hər şeyin gəlməsinin fiziki səbəbi beyninizin sükuta və yavaşlamağa qarşı dözümlülüyünü itirməsidir. Biz beynimizi xaosda yaşamağa elə öyrətmişik ki, huzur və sakitlik anı ona dözülməz bir darıxçılıq kimi gəlir. Namaz əslində beynin bu xəstəlikdən sağalması üçün kainatın ən mükəmməl müalicəsidir. Lakin biz bu müalicəyə müqavimət göstəririk. Bəs paylanan, dağılan bu zehni səccadəyə necə bağlamaq olar? Bizim zehnimiz ona görə uçub gedir ki, biz namazın nə qədər böyük bir hadisə olduğunu, üzərimizə götürdüyümüz o əmanətin ağırlığını tam idrak etmirik. Namazı sadəcə gündəlik, sıradan bir vəzifə kimi gördüyümüz üçün beynimiz ona xüsusi bir əhəmiyyət vermir. Bunu kökündən dəyişmək üçün İmam Əlinin əleyhissalamın namaza necə hazırlandığına və onun bu mövzudakı dərindən sarsıdıcı nəsihətinə diqqət etməliyik. Rəvayətlərə görə namaz vaxtı daxil olanda İmam Əlinin əleyhissalamın rəngi dəyişər, bədəni yüngülcə titrəməyə başlayardı. Ondan sizə nə oldu ey əmrəl-müminin deyə soruşduqlarında o belə cavab verərdi. Vaxt gəldi, göylərin, yerin və dağların daşımaqdan qorxub imtina etdiyi, lakin insanın öz üzərinə götürdüyü o böyük əmanəti, yəni ilahi vəzifəni sahibinə təhvil vermək vaxtı gəldi. Allahu Əkbər. Bu idraka baxın. O, namaza sadəcə edilməsi gərəkən bir hərəkət kimi deyil, kainatın daşıya bilmədiyi nəhəng bir məsuliyyətin, ilahi huzurda verilən bir imtihanın zirvəsi kimi baxırdı. İmam Əli aleyhissalam diqqətin necə toplanmalı olduğunu öyrədərkən belə buyurardı. Qəlbi ilə orada olmayan, yəni huzurda olmayan kimsənin bədəni ilə etdiyi ibadətin heç bir dəyəri yoxdur. Deməli, zehni toparlamağın ən böyük sirri namaza durarkən sadəcə bədənimizi qibləyə çevirmək deyil, ruhumuzu və zehnimizi də o əzəmətin qarşısında əyməkdir. Siz səccadəyə keçəndə sıradan bir iş görmürsünüz. Siz dağların çəkə bilmədiyi bir yükü çiyinlərinizdə daşıyaraq aləmlərin Rəbbinin qapısını döyürsünüz. Bunu xatırladığınız an otaqdakı hər şey kiçiləcək və zehniniz mütləq bir sükunətlə yalnız ona yönələcək. Bəs biz namazda diqqətimizi toplamaq üçün nə etməliyik? Niyə ağlımızı toparlaya bilmirik? Çünki biz ən böyük xətanı namaza durmazdan əvvəl edirik. Biz xaotik bir işin, mübahisənin və ya filmin ortasından qəfildən qopub, heç bir psixoloji keçid etmədən birbaşa səccadəyə qaçırıq. Yüksək sürətlə gedən bir maşını anidən dayandırmaq mümkündürmü? Xeyr, əyləcə basıb yavaşlamaq lazımdır. İslamda bu psixoloji və mənəvi əyləcin, bu keçidin adı dəstəmazdır. Biz elə zənn edirik ki, dəstəmaz sadəcə suyu üzə və qollara çəkməkdən ibarət fiziki bir təmizlikdir. Xeyr, dəstəmaz zehni dünyadan yumaq və ruhu Rəbbin huzuruna hazırlamaq prosesidir. Üzünüzü yuduqda sadəcə dərini deyil, gün ərzində dünyaya baxan diqqətinizi yuyursunuz. Qollarınızı yuduqda dünya üçün etdiyiniz bütün təlaşlı əməlləri kənara qoyursunuz. Suyun o sərinliyi bədənə toxunduqca zehnin qaynayan odunu, stresi söndürür. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm dəstəmazı o qədər aramla alardı ki, o an artıq o dünya ilə əlaqəsini kəsmiş olardı. O, Bilal Həbəşi azan oxuyanda ona belə səslənərdi. Ey Bilal, namazla bizi dincəlt, bizi rahatlat. O, namazı qılıb tez canımızı qurtaraq deməzdi. Namaz onun üçün dünyanın yorucu qaça-qaçından sığındığı bir dincəlmə limanı idi.
Sizin üçün namaz bir vəzifə yükü deyil, sevgi görüşü olduqda zehniniz qaçmağa yer axtarmayacaq. Namazda diqqəti cəmləməyin ən mütləq yolu dilimizlə dediyimiz sözlərin fərqinə varmaqdır. Namaza Allahu Əkbar deyərək başlayırıq. Biz elə bilirik ki, bu sadəcə Allah böyükdür deməkdir. Lakin bunun mənəvi sirri budur. Allah hal-hazırda məni ağlımı məşğul edən, məni qorxudan, diqqətimi dağıtan hər şeydən daha böyükdür. Sən bunu dərk etdiyin an, ağlındakı o kiçik problemlər necə ön plana çıxa bilər? Bundan dərhal sonra Fatihə surəsini oxuyuruq. Əgər biz hər ayə oxuduqca Allahın bizə şəxsən cavab verdiyini dərk etsək, zehnimiz əsla dağılmaz. Qüdsi bir hədisdə Allah buyurur ki, mən namazı özümlə qulum arasında iki yerə böldüm. Qul, Əlhəmdülilləhi Rabbil aləmin dedikdə, Allah mələklərinə nida edər, qulum məni həmd etdi. Qul, Ər-Rahmanur-Rahim dedikdə, Allah, qulum məni təriflədi deyər. Qul, İyyəkə na'budu və iyyəkə nəstəin, yəni yalnız sənə ibadət edir və yalnız səndən kömək diləyirik dedikdə, Allah buyurar, bu mənimlə qulum arasındadır və qulumun istədiyi ona veriləcəkdir. Bunu dərk edin. Siz namazda monoloq etmirsiniz. Siz öz-özünüzə danışmırsınız. Siz kainatın mütləq hakimi ilə qarşılıqlı diyaloqdasınız. O sizin hər sözünüzə anında cavab verir. Bir insan dünyanın ən böyük padişahı ilə üzbəüz dayanıb danışarkən, ağlına bazarda nə alacağı gələ bilərmi? Qətiyyən. Deməli bizim problemimiz qarşında dayandığımız o mütləq qüdrətin kim olduğunu unutmağımızdır. İndi harada əyləşmisinizsə, zəhmət olmasa fiziki bədəninizi tamamilə sərbəst buraxın. Gözlərinizi yavaşca qapayın. Çiyinlərinizdəki o dünyəvi gərginliyi yerə atın. Yavaş-yavaş və dərindən nəfəs alın. Təsəvvür edin ki, dəstəmaz alırsınız və o təmiz, sərin su sadəcə üzünüzü deyil, ağlınızdakı bütün xaotik düşüncələri, günün stresini, insanların sözlərini yuyub aparır. Nəfəsinizi yavaşca verərkən isə, beyninizi yoran o xaosu, dünyəvi təlaşları və namazdakı diqqətsizliyinizi sərbəst buraxın. Namaz bir yük deyil, namaz sizin Rəbbinizlə sevgi görüşünüz, sükunət limanınızdır. İmam Əlinin əleyhissalamın namaza durarkən hiss etdiyi o nəhəng əmanətin ağırlığını, o mütləq ciddiyyəti xatırlayın. Allahu Əkbər dediyinizdə dünyanın bütün böyüklüklərini əlinizin tərsi ilə arxaya atmağı niyyət edin. O an siz yalnız ona aitsiniz. Ruhunuzun dərinliyindən, səmimi bir ümidlə Yaradanınıza bu səssiz duanı edin. Allahım, dünyanın səs-küyündən və zəif nəfsimin vəsvəsələrindən sənə sığınıram. Sənin huzurunda durarkən qəlbimi yalnız öz əzəmətin ilə doldur. Mənə elə bir xuşu, elə bir diqqət nəsib et ki, namazda səndən başqa hər şey gözümdə heç olsun. Mənim namazım ruhumun meyracı, qəlbimin dincili qıl. Bu mənəvi oyanışınızı və qəlb rahatlığınızı təsdiqləmək üçün rəy bölməsinə keçib bu sadə cümləni yaza bilərsiniz. Dünyanı arxada buraxıram. Qəlbim və zehnim yalnız Yaradanın huzurunda mütləq sükunət tapır. Əgər bu mənəvi səyahətimiz namazlarınızdakı o xaosu anlamağa və qəlbinizdə bir damla da olsa xuşu yaratmağa kömək etdisə, zəhmət olmasa bu videonu bəyənərək və Sözlə Nur kanalımıza abunə olaraq bizə dəstək olun. Gözəl hikmətlərin və mənəvi dinciliyin paylaşıldığı bu kanalda sizinlə birlikdə addımlamaqdan məmnunuq. Namazlarınızın hər zaman ilahi huzurla dolması, ruhunuzun isə daim Rəbbinin ləzzətini hiss etməsi diləyi ilə. Sizləri o sonsuz, qırılmaz və mütləq sükunət sahibi olan Allaha əmanət edirəm.